Hər kəsə salam. Bu gün mən sizə İngilis dili 9 illik test toplusu 2025-dən Readings'dən passage 1-i izah edəcəm. Deməli siz mətni ilk öncə belə bir göstəreyim. Daha sonra keçək mən sualları izah edəcəm. Deyir ki, the passage is mainly about mətn nə haqqındadır? Different source of energy. Xeyr, bu deyil. Çünki fərqli enerji mənbələridir bu variantda. Amma biz burada onu görmədik. Magnificent trees with fruit. Harmful features of date. Desert of Saudi Arabia. The biggest date sellers. Deməli, magnificent trees with fruit. Meyvə ilə möhtəşəm ağac da belə bir şeydir. Meyvəsi ilə möhtəşəm ağac belə bir şeydir və cavab burada B variantıdır. Digərlərinə baxaq, ona görə bunu B variantını işarələyirik. Deməli, harmful features of date. Xurmanın pis yanları, xeyr, burada əksinə yaxşı yanları verilmişdir. Deserts of Saudi Arabia. Burada Saudi Arabistan səhrası, yəni sadəcə burada keçir. Burada da sadəcə Səudiyyə Ərəbistan yazıb. Əlaqə yoxdur. The biggest date sellers. Bu da yenə əlaqə yoxdur. Çünki deyir ki, tarixin böyük satışları, yəni satıcıları belə bir şey. Yəni bu cümlə çox əlaqəsizdir. Daha sonra complex the sentence according to the passage. There is a lot of sugar in dates, so deməli deyir ki, xurmada olan, yəni çox şəkər. People can have them instead of candies. Deməli cavab A variantıdır. Deyir ki, insanlar konfet dadını hiss eləyə bilərlər, şəkər dadını hiss eləyə bilərlər xurmada. Cavab burada A variantıdır və digərlərinə baxaq. People cannot eat this fruit too much. İnsanlar bu meyvəni çox istifadə eləyə bilməzlər. Xeyr, burada elə bir şey yazılmayıb mətndə. Eating them is very bad for teeth. Dişlər üçün yəni bunu yemək çox zərərlidir. Mətndə elə bir şey yazılmayıb. Yəni yazılsaydı əgər biz konkret görərdik. Biz mətnə əsasən uyğun getdiyimiz üçün o həqiqətdə olsa belə biz onu yaza bilmərik ora. Daha sonra D variantı. They are used in preparing sweets. Şəkər hazırlanmasına kömək olur. Bu da mətndə verilməyib. Yəni səhvdir. They are only given to the animals. Onlar yalnız heyvanlara verilir. Bu da səhvdir. Elə bir şey yazılmayıb. Sadəcə orada yazılmışdı heyvanlara verilməsi kimi bir şey. Daha sonra which stimulus are false according to the passage. Deyir ki, hansı, yəni mətnə uyğun hansı verilmiş cümlələr səhvdir. Səhvi seçirik burada. The dates palms are used to building houses. Deməli, birinci düzdür. Çünki burada yazılıb ki, burada baxın, made pictures of dates palms on their stone buildings. Bu cümlədə. Daha sonra, yəni bina ev mənasına gəlir ona görə. Daha sonra, animals can't eat the fruit of dates palms. Bu səhvdir. Çünki heyvanlar yeyə bilərdilər xurmanı. Mətndə də həmin yer verilib. Baxın, people eat date. İnsanlar xurmanı yeyir. Heyvanlar da yəni bəslənə bilər də xurmayla. Ona görə yalnız heyvanlar yeyə bilməzdir. Səhv götürürük. Deməli 2. Daha sonra 2 olmayan variantları çıxaq. Qaldı 1, 2 və 2, 3. Buradan görürük ki, cavabımız E variantı. Çünki 1-i çıxmışıq. Amma digərlərinə bax. Deməli, deyir ki, 3-də it's impossible to burn the dates palm trees. Xurma ağaclarını yandırmaq olmaz. Bu səhvdir. Çünki mətndə belə bir şey verilməyib. Götürdük 3-ü də. Cavabımız olur E variantı. 4-də deyir ki, dates can grow in the desert. Bu da düzdür. Deyir, səhralarda böyüyür. Bəli. Daha sonra
Deməli, baxaq dördüncü çalışmaya. Choose the correct answers to the question according to the passage. What does the history tell us about the date palms? Deyir ki, xurma ağacının tarix bizə xurma ağacı haqqında nə deyir? A variantında deyir ki, qədim Misirlilər, bu Misirli deməkdir. Qədim Misirlilər onu piramidanın yanında, yaxınlıqlarında əkvirdilər. Belə bir şey yoxdur mətndə. Görə A variantını çıxırıq. Deyir ki, B-də the name of the date palms was given old books. Deyir ki, palm ağacının adı, yəni köhnə kitaba düşüb. Bu da B variantda, yəni mətndə yoxdur elə bir şey. Daha sonra deyir ki, their roots were found near the stone buildings. Deyir, bu köhnə yəni binaların yaxınlığında tapılıb. Yəni belə bir şey tapılmayıb. Olmayıb yəni daha doğrusu. The accident people drew pictures of date palm on the stones. Deyir ki, qədimdə insanlar xurma xurmayla daha doğrusu yəni şəkil çəkirdilər nəyinsə üstünə, daşın daha doğrusu stones. Cavab budur. Burada da mətndə verilib. Daşın üstündə şəkil çəkirlər. Daha sonra 5-də deyir ki, choose the true statements according to passage. Deyir, mətnə uyğun, yəni düzgün şeylər seçin. Bir də deyir ki, the right dates can be perceived months for many months. Deməli, baxırıq 5-ci çalışmaya. Deyir ki, choose the true statements according to the passage. Mətnlə bağlı düzgün statements, yəni parçaları seçin. Bir də deyir ki, the right dates can be perceived for many months. Deyir ki, qurudulmuş, yəni the right dates, qurudulmuş xurmanı aylarla saxlamaq olar. Bu düzdür. Daha sonra deyir ki, the largest producers of plant palm in regions with plenty of water. Deyir ki, xurma ağacları çox su olan yerdə böyüyür, yəni çoxalır. Xeyr, bu səhvdir. Onsuz mətndə də deyir ki, səhralarda da yəni daha çox olur. Səhra da yəni su yəni rütubətli, su olan bir yer deyil. Daha sonra üçdə deyir ki, some people prefer date palms to sugar. Üçü götürə bilərik. Deyir ki, bəzi insanlar, yəni şəkər yerinə xurmanı üstünlük verirlər. Bu da düzdür. Mətndə qeyd olunub. Daha sonra deyir ki, Misir və İran xurmanın 2700-dən çox növünü yəni böyüdüblər, belə deyək də. Bu da səhvdir, yəni mətnimizdə yoxdur. Mətnimizdə bu arada belə. Belə. Tam cavablar da bu şəkildədir. Birinci mətni izah edib bitirdim. Əgər bəyəndinizsə, videoya like atmağı və təklif və iradlarınızı bildirməyi unutmayın. Çünki yəni insan özünü inkişaf etdirməlidir. Mən də inkişaf etdirməyə çalışıram. Sağ olun, salamat qalın.